İcbari tibbi sığorta üzrə sığortalı və sığorta olunanların siyahısı genişləndiriləcək. Ajans AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan tibbi sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığorta olunan hesab edilir. Layihəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən, məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığorta olunan hesab ediləcək. Müzakirələrdən sonra dəyişiklik səs verməyə qoyularaq oxunuşda qəbul edilib.